Hər kəs diqqətlə qulaq asın. Samsung markalı paltar yuyanda və ya ümumiyyətcə bütün paltar yuyanlarda suyun qızdırıb-qızdırmadığını necə yoxlayırsınız göstərəcəm. Bunun üçün hamı sual verir. Mənə zəng gəlib soruşurlar. TikTokdan nömrəmi götürür. Ay usta biz bunu necə bilək ki, qızdırır-qızdırmır. Bunun sadə 3 dənə yolu var. Birini deyirəm. Biri odur ki, yuya-yuya 50 şüşəsinə vurub yoxlaya bilirsən ki, qızdırır-qızdırmır. Amma o halda bir dənə olur ki, bəlkə sən yaxalamada 50 şüşəyə vurdun. Gördün ki, su soyuqdur. Hə, deyərsən, ay usta bu qızdırmır. Amma bəlkə də qızdırır, sənin xəbərin yoxdur. Çünki yuma momentində 50 şüşəyə vurmalısan. Yaxalamada yox, qurulamada yox, yumada, yuyanda. O halda suyu qızdırır yuma halında. Amma siz yoxlamaq istəyirsiniz, Liboy modellərdə bu keçərlidir. Bütün paltar yuyanlarda belə yoxlaya bilərsiniz. Bu Samsung da ola bilər, LG də ola bilər, Toshiba da ola bilər, Hoffman da ola bilər. Hər hansı bir paltar yuyanda bunu yoxlaya bilərsiniz. Necə yoxlayırsınız? Suyu qızdırıb-qızdırmadığını. Paltar yuyanı indi göstərim, baxın. Paltar yuyanı yandırdınız. Qızdırıb-qızdırmadığını boş yoxlayın. Boş, həmişə boş yoxlayın. Bax, paltar yuyanı yandırdınız. Məsələn, pambıq rejimi seçdiniz. Dərəcəni 60 qoydunuz. Start verdiniz. Start verəndən sonra bunun üstündəki saata baxmırsınız. Bura yox. Telefon saatına, divar saatına, qol saatına baxırsınız. Startdan 40 dəqiqə sonra. Əlvi gəlirsən, şüşəsinə vurursan. Əgər su qızıbsa, qızır. Qızmayıbsa, deməli su qızdırıcı yanıb. Ona görə paltar yuyanımız həm kirliyir, həm ağları təmiz yumur, həm də içinə ərp yığılır, su lili yığılır. Yəni baxırsınız rezin arasında kirlər, zat belə çox ilgənc bir şeylər yığılır. Onlar hamısı sizin paltar yuyan suyu qızdırmadığına görə paltar yuyan qazanın içinə yığılır. Qızdırsa yumşalır və kanalizasiyaya gedir. Amma yumşala bilmədiyinə görə bəlkir, yapışır, qalır orada. Sizə maarifləndirici belə bir video çəkdiyim üçün heç olmasa yorumlarda bir dənə sağ ol, çox sağ ol yazsanız, mən də sevinərdim sizin adınıza. Çünki bu qədər maarifləndirici videolar çəkirəm. Təmirlə də bağlı, paltar yuyanla bağlı nə sualınız var, yorumlarda yazın və ya nömrəm var səhifədə, girin, götürün. Direktdə çox adam yazır, bəzən cavab yaza bilmirəm. Çünki mən direktdə cavab yazmağa otursam, gərək heç bir iş görməyim. Çünki direktdə çox mesajlar gəlir. Fikri ciddi olanlar, bu an paltar yuyanı işləməyənlər, problemləri olanlar və ağlında sual var ki, görəsən bu problemdirmi? İşləyir amma səs eləyir, işləyir amma suyu qızdırmır. Bunlar da problemdir yəni. Ona görə nömrə səhifədə yuxarıda var. Səhifəmə girin, takibə alın, qayd edin, saxlayın ki, bu video sizə lazım olacaq. Mən usta olaraq da sizə lazım olacağam gələcəkdə. Bu gün yox, 10 gün, 1 ay. Çox adam TikTokda mənim nömrəmi saxlayır deyir. Ay üstə 1 ay qabaq videovuzu görmüşdüm. Saxladım.